Bismillahirrahmanirrahim. Bəhsimiz şirk və onun növləri haqqında olacaq. Bundan öncə tövhiddən danışdıq və tövhidin növlərini diqqətinizə çatdırdıq. Şirk nədir? Qısa, tövhidin əksi şirkdir. Tövhid Allahı tək bilmək, əqidədə, əməldə Allahı tək bilmək. Allahın təkliyinə şəhadət verib, əməldə də onu göstərmək. Amma şirk bunun əksidir. Tövhidin qismləri olduğu kimi, şirkin də qismləri var, növləri var. Sadə, baxın tövhid bəhsinə, onun əksini götürün. Birinci, demişdik, tövhid zatda. Allah təkdir, şəriki yoxdur. İkinci bir, Allah olan varlığı qəbul etmirik. Allahın zatında tövhid əhli olmaq. Əksi nədir? Şirk zatda. Bir nəfər ikinci bir Allah olar varlıq qəbul edirsə, Allahdan digər bir varlığı qəbul edirsə, o Allahın zatında ona şərik qərar vermişdir. Qul huvallahu əhəd, de, o Allah təkdir. Əksi, kim bu sözü etiraf etməzsə, Allahı əhəd tək bilməzsə, vahid, yeganə bilməzsə, Allahın birinci tövhid bəhsində ona şirk qərar vermişdir. 2. Xaliqiyyətdə tövhidin əksi. Şirkdə həmçinin əksi götürülür. Allahdan başqa bir yaradanın, xaliqin olduğunu qəbul etmək, Allahın haqqında xaliqiyyətdə şərik qərar verməkdir. 3. Rububiyyətdə tövhid. Dünyanı idarə edən, Rəbb, pərverdigar, tədbir tökən Allahdır. Bunun adı nə idi? Rububiyyətdə tövhid. Əksi nədir? Kimsə dünyanın idarəçiliyində Allahdan başqa bir varlığa əqidəsi olarsa, o Allaha rububiyyətdə, idarəçilikdə şirk qərar vermişdir. Elə burada qeyd etmək yerinə düşər ki, tövhid bəhsində dediyimiz kimi, Allahın izni ilə kimsə yaradırsa, o şirk etmir. Allahın izni ilə kimsə dünyanın müəyyən işlərində, tədbirdə iştirak edirsə, mələklər Naziyyat surəsində olduğu kimi, o şirk deyil. Quranda da buna dəlillərimiz var. İnşallah yenə də geniş formada toxunacağıq. 4. Qanunvericilikdə tövhid. Yəni, bir insan bunun əksini düşünür. Allahdan başqa da qanun qoymağa layiq bir varlıq var. Deməli, qanun qoymaqda, qanunvericilikdə Allahdan başqa bir varlığı Allaha şərik qərar vermişdir. 5. İtaətdə tövhid. İtaət yalnız Allaha olunmalıdır. Amma kimsə Allahdan başqa bir varlığın da itaət olunmağa müstəqil formada layiq olduğunu deyirsə, Allaha itaətdə şirk qərar vermişdir. 6. Hakimiyyətdə tövhid. Hakim olmağa layiq Allahdır. Əksi, hakimiyyətdə şirk etmək. Kimsə Allahdan başqa da bizə hakimiyyət etməyə layiq bir varlığı bilirsə, Allaha bu işdə şərik qərar vermişdir. Bu üçündə də bir daha qeyd edirik. Allahın icazəsi ilə kimlərsə bizə hakim ola bilər. Allahın icazəsi ilə kimlərəsə biz itaat edə bilərik. Necə ki, ata-anamıza, yaxud da peyğəmbərlərə Allahın izni ilə itaat edirik. Deməli, bunların da hamısında bu izahları unutmayın. Son, ixtilaf olan tövhid bəhsi ibadətdə tövhid. Qanlar tökülən, müsəlmanları, əhl-i sünnə qardaşları, şiələri müşrik hesab olunan bəhs ibadətdə şirk. Necə ki, əqidəmiz bu idi. İbadətdə tövhid olmalıdır. İbadət yalnız və yalnız Allaha məxsusdur. İyyəkə nə'budu və iyyəkə nəstəin. Yalnız sənə ibadət edirik, yalnız səndən kömək diləyirik. Kimsə bunun əksini düşünürsə, Allahdan başqa bir varlığın da ibadətə layiq olduğunu deyirsə, o adam Allaha ibadətdə şərik qərar vermişdir. Bax, bu axırıncı tövhid mövzusu əsas ixtilaflı olan və bu tövhid bəhsində fətvalar verilən, çox təəssüf olsun ki, bugün də müsəlmanların arasında qanlar tökülməyinə səbəb olan mövzu axırıncı ibadətdə tövhid, yaxud da ibadətdə şirk mövzusudur. Şirk və onun növləri və qısa ibadətdə tövhidlə ibadətdə şirkin mənasını diqqətinizə çatdırdıq.